Çoxdandır gözlənilən an yetişməkdədir. Rusiyada daxili savaş başladı. Rəsmi Moskva Kadirovun təsir mexanizmlərini aradan qaldırmaq üçün addımlara başladı. Ekranlara yaxın əyləşin və hər kəs videonu bəyənib paylaşsın ki, daha çox insan xəbərdar olsun. Rusiya hakimiyyəti Çeçen elitasının ölkənin digər regionlarındakı gizli təsir mexanizmlərini aradan qaldırmaq üçün addımlara başladı. Müsavat Insider Black-ə istinadən xəbər verir ki, Moskva artıq Çeçenistandan kənarda Ramzan Kadyrovun adamlarının fəaliyyətinə qarşı sistemli şəkildə kampaniya start verdi. Mənbənin bildirdiyinə görə Başqırdistanın Ufa şəhərində Çeçenistandan olan və regionun cinayət dünyasına nəzarət edən nəzarətçi saxlanılıb. O müxtəlif rayon və həbsxanalar üzrə məsul şəxslər təyin edir, eləcə də ümumi kassanın toplanmasına rəhbərlik edirdi. Hazırda Çeçenistan hakimiyyətinə yaxın şəxslər də toxunulmazlıqlarından məhrum edilir. Ekspertlər bu hadisəni Ramzan Kadyrova yönəlmiş xəbərdarlıq kimi qiymətləndirir. Insider'in fikrincə, Kreml Çeçen klanlarının kriminal əlaqələrini məqsəd yönlü şəkildə zəiflədir. Beləliklə, Moskva üçün potensial rəqib ola biləcək regional şaquli strukturları birbaşa ləğv etməyə çalışır.